Bəli, Şuşa Qlobal Media Forumu öz işini davam etdirir və biz burada iştirakçılarla həm söhbət olmağa davam edirik. Elə yanımda da maraqlı qonağım var. Forumun moderatoru yanımdadır və biz ondan öz fikirlərini alacağıq forumla bağlı. Hi, firstly, welcome to Azerbaijan. And you are the moderator. Please share us your impression about the forum. Yes, so I was the moderator for the President's session this morning. We had 53 different countries representing various media outlets today. It's been a full agenda of 2.5 hours. The President answered, I think, about 25 questions over a 2.5 hour period, answered them absolutely brilliantly in so much detail as well. And it was just so nice to see so many different collective media outlets from Argentina, from the Middle East, from Russia, from Ukraine. Literally it felt like the whole world was here, and it was a really excellent session. And what do you think about the President answer? He was very detailed and passionate about what he was talking about, obviously diplomatic at the same time, but honest in terms of his opinions and what he's seen and what he's experienced through the years with the country. And I think he gave a very honest sort of delivery in every single answer. Thank you so much. I appreciate your information, your opinion. O bildirdi ki, prezident sessiyasının moderatoru olub və bu onun üçün çox yaxşı bir şans idi və öz təəssüratlarını bölüşdü bizdən. Qeyd etdi ki, təqribən 25 sual səsləndirildi və həmin 25 suala kifayət qədər detallı cavab verildi və 50-dən çox ölkənin burada iştirak etməsi, müxtəlif ölkələrdən, Ukraynadan, Rusiyadan, xarici ölkələrdən, müxtəlif Avropa ölkələrindən nümayəndələrin iştirak etməsi və hər birinin demək olar ki, sual səsləndirməsi kifayət qədər maraqlı təcrübə idi onun üçün və mən ondan cənab prezidentin cavabları ilə bağlı fikirlərini öyrənmək istədim və o qeyd etdi ki, o kifayət qədər diplomatik cavab verirdi və ancaq kifayət qədər də təcrübəli olduğu görsənirdi onun cavablarından. Belə, bizim hələlik buradan çatdırmaq istədiyimiz informasiyalar bundan ibarətdir. Sözü yenidən sizə ötürü növbəti saatlarda yeni qonaqlarla sizə yeni informasiyalar çatdırmağa çalışacağıq. Hələlik bizdən bu qədər.